Instagram səhifəmdə 1 milyon izlənən həmin o tortun reseptini sizinlə paylaşıram. Instagram səhifəmin adı az.mətbəxi. İstəsəniz keçid edib Instagramda da məni izləyə bilərsiniz. İndi keçək tortun hazırlanmasına. 1 stəkan şəkər tozu, 120 qram çərək yağı, 2 qaşıq bal. Qarışdırıb qoyuram ocaqda vamxoddan tam əriyənə qədər qarışdırdım. Hazırlayacağım qaba əlavə edirəm ki, biraz soyusun. İsti yumurta əlavə etmək olmaz. Sodanın üzərinə biraz sirkə əlavə edirəm ki, sodanın qoxusunu tamını itirsin. Bu qarışıma əlavə edib qarışdırdım. Daha sonra 2 yumurta əlavə edirəm. Ən sonda da unu əlavə etdim. Un və kakaonu yaxşıca qarışdırıb bu qarışıma əlavə edirəm. Xəmir yumuşaq, ələ yapışan bir xəmir alınır. Baxın, belə bir kıvamda xəmir hazırladım. İndi bu xəmirin üzərini örtüb qoyuram soyuducuya. Yarım saat, 1 saat gözlədirəm. Soyuyanda xəmir biraz bərkiyəcək. Dəzgahın üzərinə 1 stəkan un əlavə etdim. Bərkiyən həmən xəmiri soyuducudan çıxardıram və unun üzərinə əlavə edirəm. Xəmiri biraz əlimlə yoğurub kündələri hazırlayacağam. Mən 7 kündə hazırladım. Hündür olmağını istəyirsinizsə 6 kündə edin, kiçik ölçülərdə açın. 7 kündə hazırladım və çalışın ki, yağlı kağızın üzərində açasınız, o zaman rahat olur. Dairəvi şəkildə kəsmək üçün mən qapaqdan istifadə etdim. Kənarlarını biraz ayırıb elə yağlı kağızın üstündə gözlədirəm. 180 dərəcədə 5-6 dəqiqə bişirirəm. Diqqətli olun, həmişə şəkərli xəmirlər tez bişir. İndi keçək kremi hazırlamağa. Südün üzərinə şokolad və vanildən başqa qalan ərzaqların hamısını əlavə edirəm. Yumurtanın sadəcə sarısını əlavə etdim. Ölçüləri açıqlama bölməsində qeyd etmişəm qızlar. Oradan baxa bilərsiniz və qarışdıraraq bişirirəm. Qaynadıqca qatlaşır. Qatlaşandan sonra şokolad və vanili də əlavə edirəm. Şokolad əriyən kimi ocaqdan götürüb gözlədirəm ki, kremim tam soyusun. Mən başqa bir qaba əlavə elədim ki, tez soyusun. Soyuyandan sonra üzərinə bu pendirdən əlavə edirəm. Krem pendir qızlar həmişə şirniyyatlara dad verir. Mən də bundan istifadə edirəm. Qiyməti də çox münasibdir. Bütün marketlərdə satılır. Yaxşıca qarışdırıram. Bu krem sadəcə tortların içi üçündür qızlar. Bəzək vurmaq üçün kanalımda digər krem reseptləri var. Baxa bilərsiniz. Tortu bu qaydada yığıram. Elə yığan kimi də sizinlə doğrayıb sonunu göstərirəm. Pambıq kimi bir tort alınır. Dadı da möhtəşəm olur. Üzərinə mən şokolad əridib əlavə etdim. Şokolad əritmək istəsəniz 100 qram şokolad, 50 qram qaymaqla qarışdırıb əridin. Artıq zövqə görə bəzəyə bilərsiniz. Hazırladığım kimi doğrayıb sizinlə də bölüşürəm. Kanalıma abunə olun, izləyin. İnanın ki, kanalımda belə möhtəşəm tortlar, reseptlər çoxdur. Ballı tortum da elə ən sevilən reseptlərin arasındadır.